Deməli, salam uşaqlar, baxırıq bu məsələyə. Bu məsələdə bizdən nə deyir? Bir dəqiqə. Bu məsələdə bizə deyir ki, cisim 53 dərəcə bucaq altında üfüqi müstəvidə 10 Newton qüvvə təsir edir, amma cisim hərəkətə gəlmir. Və cisim və səth arasındakı sürtünmə qüvvəsi. Uşaqlar, əgər cisim bir müstəvi üzərindədirsə və ona müəyyən qədər qüvvə hərəkət edəndə, qüvvə təsir edəndə daha doğrusu o hərəkətə gəlmirsə, o zaman buradan bu nəticəyə gəlir ki, bu cisimə təsir edən sürtünmə qüvvəsi nə olacaq? Sükunət sürtünmə qüvvəsi olacaq uşaqlar. Sükunət sürtünmə qüvvəsi, yəni cismi hərəkətə gətirməyə mane olan qüvvədir. Bəs bu sükunət sürtünmə qüvvəsi nəyə bərabər olur? Elə F də artı qüvvəsinə. Artıq cisim hərəkətə gələndən sonra gətirən qüvvə, ona təcrid verən qüvvə, bu zaman artıq hərəkətin əksinə yaranan qüvvəyə isə sürüşmə sürtünmə qüvvəsi deyəcəyik. İndi baxırıq burada, sükunət sürtünmə qüvvəsini yazdıq. Hərəkət etmir deyə təsir edən qüvvə sükunət sürtünmə qüvvəsi olacaq və bu da F də artıya bərabər olacaq. Sizin bildiyiniz F sürüşmə sürtünmədir. N. Yaxud da ki, nüs alfa falan yazırsınız, N-dən toplayırsınız, onlar sürüşmə sürtünmədir. Bu isə bizə burada deyən sükunət sürtünmədir. Niyə? Çünki deyir ki, cisim hərəkətə gəlmir. Bizə bunu deyir. Aha. Onda yazıram. F də artı burada nəyə bərabərdir? Baxıram ki, irəliyə çəkən nədir? F kosinus alfa. Çünki cisim bu müstəvi üzərində hərəkət edə bilər də. F kosinus alfa. İndi F-imiz 10. Kosinus alfadakı kosinus 53. Alır 0.6. 10 vurulsun. 0.6 eləcək 6 Newton. Və belə. Deməli, sükunət sürtünmə qüvvəmiz nə qədər imiş? 6 Newton imiş. Cavab edir A variantı.